Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. TikTok platformasında qeyd edilən qanunsuz əməllərə yol verən, Renka adı ilə yayımlar edən Rəna Cəfərova saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2. İnternet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə maddəsi ilə protokol tərtib edildikdən sonra məhkəməyə çıxarılıb. Nərimanov rayon məhkəməsində keçirilən prosesdə onunla bağlı qərar elan edilib. Qərara əsasən Rəna Cəfərovanın himayəsində azyaşlı uşaq olduğu üçün 750 manat cərimə edilib. Ağcabədidə 16 yaşlı bacısı Fidan Mamedovanı öldürən 2007-ci il təvəllüdlü Tahir Mamedovun məhkəmə prosesi başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 19 yaşlı təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tahir Mamedov məhkəmədə ifadə verməkdən imtina edib. O, ibtidai istintaqa verdiyi ifadəsində bacısını Instagram sosial şəbəkəsində başqa şəxslə yazışmasına, həmin adama foto göndərməsinə görə öldürdüyünü bildirib. Hadisə vaxtı bacısına bir bıçaq zərbəsi vuraraq onu həyatdan məhrum edən Tahir Mamedov törətdiyi əməldən peşman olduğunu bildirib. Qeyd edək ki, hadisə ötən il sentyabrın 5-də Ağcabədi rayonunun Pərioğullar kəndində baş verib. Tahir Mamedov bir ay sonra hərbi xidmətə yollanmalı imiş.